Vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa Savalan massivində 200 yaxın torpaq sahəsinin üzərində paket qupçalı. Sizin üçün belə deyək, həyət evi çıxarmışıq. Birinci evi təqdim edək sizlərə. 4 otaqdır. 4 otaq, 1 mətbəx və ayrıca bir otaq, bir evdə var. O 2 otaq, 1 mətbəxdir. 110.000 manat paket qupçadır. İnşallah bunu təqdim edək sizlərə və sonra keçiriləcək evin içərisinin təqdimatına. Şəxsi tikili və keyfiyyətlə inşa olunub. Burada bax əlavə yeri var və evin arxasına keçidi var. Onu da sizlərə göstərək. Və giriş hissəsini təqdim edək sizlərə. Rahatçılığına həyətə maşın daxil olur. Aşağıda padval nəzərdə tutulur və keçid edək evin içərisinin təqdimatına inşallah. Bura giriş hissəsi istipoldur və sanuzel istipoldur. Və keçək. Burada belə bir zal nəzərdə tutulub, sanuzel axırı təqdim edək. Burada bax belə bir zaldır. Zaldan sonra 2 yataq otağıdır. Otaqları təqdim edək. Və ikinci yataq otağımızı təqdim edək. Və keçək 3-cü yataq otağının təqdimatına. Burada qeyd etmişdik, zal hissədir. Bu 3-cü yataq otağımızdır. Və onu da nəzərinizə çatdıraq ki, əşyalar qalır. Sadəcə elektronika götürüləcək. Və mətbəx hissəsinin keçidini göstərək. Mətbəx hissəsi və burada da qeyd etmişdik, sanuzeldir. Burada sanuzel hissəsidir. Və belə deyək, keçid edirik inşallah 2 otaq 1 mətbəx. Digər evin təqdimatı. Yəni bunlar ikisi cəmi halda 110.000 manatlı paket qupçadır. Keçək onu sizlərə təqdim edək. Bu da qeyd etdiyimiz kimi ikinci evimizdir. Yəni kim istəsə alıb əlavə kirayə də verə bilər. Buranın belə deyək, girişi mətbəxdir və istili kombidir. Və keçək. Buranı da sizlərə təqdim edək. Bir otağımız buradadır. Bu da istipoldur. Və bir otağımız da buradadır. Bunlar da tam təmirlidir. Bunu da göstərək sizlərə. Və bir sanuzel də oradan, burada bu otaqda belə deyək də, bu evdə nəzərdə tutulub. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa Savalan massivindədir. Qeyd etdiyimiz kimi 2 evdir. Biri 4 otaq, 1 mətbəx və ayrıca 2 otaq, 1 mətbəx. Sənəd paket qupçadır. Məşdağa Savalan massivindədir. 110.000 manat